Hə, Gəncədən adam aparırsınız da ora. Uşaqları aparıb nə verdiniz? Börəyini kəsib satırdınız. Aparıb yesin başqa anlaşdırır. Açırda bir də orqanlarını satırdınız. Elə mi? Ondan sonra satırdım. Hə. Və söz eləmiş, Gəncədən adam aparıbsan, oğruyub aparıbsanmı iş? Sosyal işlerden varmış. Ha tərəfdən aparıbsan? Kendinden heç yaparsan. Məktəbdən aparıbsan? Başqadan yox. Heydərəli parkından aparıbsan? Şey eləyib, börəyini satır, sonra da öldürdünüz. Onlar ailəsini edir. Öldürürdülər sonra da. İndi neçə nəfəriniz qalıb da? 3-4 nəfər olmadı. 3-4 nəfər qalıb. Söz deyəm, o arvad paltar geyinib hansı marketlərə girirdim? Liboy bir mağaza edir. Girib nəsə alırdın, yoxsa uşağı uğramaq üçün edirdin? Şu an olmaz. Mağazində doğraya bilirdin mi? O da bilir ama. Nə qədər?